Yine Chevrolet, yine qaynatma problemi. Kardeş yaxınlaşıb ki, avtomobildə qaynama problemi var. Kardeş bu hal nəyə dəyişəndən sonra baş verir? Termostatı. Gördüyünüz problem, daha kardeşin qoyduğu termostata görədir. Firmasını göstərməyəcəm, çünki həmin mağazalar şəbəkəsi ilə danışığımız olur ki, firmasını göstərməyəcəm. Amma bu avtomobildə qızdırma, qaynatma problemi, qardaş nə qədər müddətdir almışam bunu? Bunu ayın 28 almışam, fevralın 28. 2-3-4 gün olar da uzağı 4 günə bu maşın, yəni 2 ildir maşın mən sürürəm. Yəni belə hal baş verməyir. Və Termostatı alandan sonra bu hal baş verdi. Ayın 28-i bütün də ayın çıxdı. yəni 3-4 gündür ki, bu termostatı qoyandan bəri qısacası avtomobildə qaynatma problemləri baş verir. İndi biz onu sırf orijinal termostatla, baxın GM-in orijinal termostatı ilə əvəz eləyəcəyik. Problem də aradan çəkilmədən qalxacaq. Yəni deməyim odur ki, bu avtomobilin adını çıxardan keyfiyyətsiz detallardır. Buna maksimum keyfiyyətli detallar qoyun, problem yaşamazsınız. Gəlin tura olsun yəni.